Hər vaxtınız xeyir Vüqar baba. Təşəkkür edirəm, dəvəti qəbul elədiniz. Gəlmişik bu gün bir geniş müzakirəmiz olacaq. Elə birbaşa suallardan başlamaq istəyirəm mümkündürsə. PR-ı nə ilə qarışdırırlar ən çox? Nədir bu PR ümumiyyətlə? PR deyəndə ağlımıza nə gəlir? PR ictimaiyyətlə əlaqələr, yəni bir qurumun, strukturun əsasən kommunikasiya qurduğu, işinin keçdiyi paydaş deyə bilərik buna, stakeholder deyə bilərik ingiliscə. Bütün bu paydaşlar, stakeholderlarla kommunikasiyası, ünsiyyəti ictimaiyyətlə əlaqəli PR adlanır. PR adlanır. Və burada məqsəd PR quran tərəf bu kommunikasiyadan, ünsiyyətdən şirkətinin ya dövlət qurumsa qurumun mənfəətləri hesabına bu ünsiyyəti qurmaqdır. Çoxdurmu PR ekspert Azərbaycanda bu işi görən şəxslər? PR mütəxəssislər çoxdur, ekspert səviyyəsində bunu peşəkarlar, mütəxəssislər qiymətləndirər. PR mütəxəssislər çoxdur Azərbaycanda. Çünki hər şirkətdə, hər dövlət qurumunda mütləq ən azı bir nəfər ictimaiyyət əlaqələri üzrə mütəxəssis olur. İşləməlidir. Demək istəyirsiniz ki, hər bir quruma bu ekspert lazımdır. Bəli, hər bir quruma lazımdır. Əksər qurumlarda bu şöbə, bölmə, bəzən departament formasında olur. Yəni qurumun böyüklüyündən asılı olaraq, təşkilatın həcmindən, fəaliyyət müxtəlifliyindən, şaxəliliyindən asılı olaraq bu bölmə, şöbə, hətta departament səviyyəsində ola bilər ki, orada bir çox insanlar hamısı birlikdə PR-a xidmət edən əməkdaşlar. Bəs təhsil istiqaməti üzrə sabah bir gün övladımı PR istiqamətində yetişdirmək istəyirəm. PR-a tam başa düşür, anlayır, analiz eləyir. Hardan başlasınlar, necə başlasınlar? Ümumiyyətlə universitetlərdə bu təhsil belə bir fakültəmi deyə ixtisas mı varmı? Azərbaycanda hazırda təəssüf ki, birbaşa PR mütəxəssisi yetişdirən ixtisas yoxdur. Hazırda buna bəzi institutlar hazırlaşır. 1-2 il ola bilsin magistr səviyyəsindən başlayaraq, amma bakalavr hələ ki mənim araşdırmalarıma görə yaxın zamanda ümumiyyətlə olmayacaq. Ona görə peşəkar PR-çı olmaq üçün hər bir sahədə təhsil vacib olduğuna görə elə PR-çı olmaq üçün də təhsil önəmlidir. Bu da ki, hələ ki yalnız xaricdə mümkündür. Xaricdə bu sırf bu istiqamət üzrə bəli, fakültələr, ixtisaslar var, elə qonşu Gürcüstanda oxuya bilərlər, Türkiyədə oxuya bilərlər. Gürcüstanda deyəsən təhsil almışdınız. Mən Gürcüstanda da bəli oxumuşam, Litvada da oxumuşam, eyni sahə, yaxın sahələr üzrə. Yəni dediyim odur ki, qonşu ölkələrdən də başlaya bilərlər, uzağa getmək istəməsələr. Amma əlbəttə ki, araşdırıb bu təhsili ən yaxşı verən universitetləri Avropada, Amerikada tapa bilərlər. Belə bir maraqlı sual var. Influencerli PR sayılırmı? Public bir açıqlamasını verək istəyirsiniz, daha sonra influencerlara keçək. Public relations. İctimaiyyət əlaqələri, yəni PR, qısacası PR adlandırılan ingiliscə abreviaturası public relations, ictimaiyyət əlaqələrdir. Bəli. Bu ictimaiyyət əlaqələr bir siyasətdir, bir strategiyadır. Bu bir layihə deyil. Demək olar önü və sonu olmur, başlanğıcı və sonu olmur. Bu bütün proses, canlı orqanizmdir, bəli, strategiyadır. Influencerlər isə həm PR-da, həm yaxın sahə olan marketinqdə bir alət kimi istifadə olunur. Alətlərindən biridir. Influencer PR-da və marketinqdə istifadə olunan əsas alətlər, xüsusən son dövrlər, müasir dövrdə ən çox istifadə olunan alətlərdən biridir. Aydındır, aydındır. Bir influencer çıxıb desə ki, mən həm də PR ekspertəm. Bu doğru hesab olunar sizcə? Əlbəttə, özünə əgər inkişaf elətdiribsə bu sahədə, PR bilikləri varsa, yəni influencerlıqdan kənar, PR-ın digər sahələri, bunun bayaq dediyim, digər paydaşlarla kommunikasiya, digər alətlər, digər kanallar, hamısını bilirsə işləmək qaydasını, nüfuzu, reputasiyanı necə qurmaq lazımdır, böhranı necə idarə etmək lazımdır. Nəyə görə sual verdim bunu? Bunları bilirsə, əlbəttə. Azərbaycanda bir də görürsünüz, bugün influencerdir, çıxıb deyim, həm mən də PR ekspertəm. Ola bilər də belə bir şeylər. Ekspert deməyək, amma ən azı bir mütəxəssis kimi başlaya bilər dediyim kimi. Amma təhsili, biliyi harda öyrənibmi, yoxsa sadəcə biraz bu camianın içində olub, ictimaiyyət, yəni əlaqələr mütəxəssisləri ilə oturub durub deyə mən də artıq onların gördüyünü bacarıram desə bu çətinliklə qarşılaşır. Biraz reallıq var. Azərbaycanda məsələn böyük əksəriyyət oxuyur, təhsilini sonra dəyişdirir, müəyyən bir ixtisas seçir. İndi ixtisası sonradan dəyişən şəxslər PR ola bilərmi? Daha çox hansı ixtisaslar uyğun gəlir PR istiqaməti üçün? Ola bilər, dəyişdirilə bilər. Bu çox gözəl bir şey. Çünki yaşa dolduqca insan özünü başqa sahədə tapa bilər. Bəli. Peşəni dəyişə bilər. Əgər dediyiniz kimi PR sahəsi yoxdursa, bəs hansı sahələr bura yaxındır?
ən çox yaxın olanlardan biri media, jurnalistika sahəsidir. Bəli. Bu sahədən gələnlər PR alətlərinin funksiyalarının bəzilərini bilirlər. Bəli. Daha sonra psixologiya və sosiologiyada bu ixtisasları bitirən mütəxəssislər də PR-da daha tez mənimsəyə bilər PR qaydalarını, nəzəriyyələrini və daha yaxşı nəticələr verə bilər müqayisədə digər peşə, digər ixtisas sahibləri ilə müqayisə etsək. Maraqlı sual. Çox deyirlər PR strateji yalan söyləmək sənətidir. Düz söhbətdir. Tamamilə narazıyam. Tamamilə qarşıyam bu fikrə. Yəni PR-da ümumiyyətlə yalana yer yoxdur. Niyə? Məsələn, yalandan bir reklam eləyə bilərik, tuta bilər. Məsələn deyirəm. Yox, PR-da heç vaxtı saxta məlumat üzərinə, olmayan datalar, olmayan məlumat üzərinə kommunikasiya qurulmur. PR-ın elə mənbəyi, digər bəlkə də kommunikasiya vasitələrindən, digər o yaxın sahələrdəkindən, peşələrdən, funksiyalardan fərqi ondan ibarətdir ki, PR mütləq şəffaf olmalıdır, mütləq obyektiv, mütləq həqiqətə, reallığa söykənməlidir və onu kommunikasiya, PR doğruları kommunikasiya etmək sənətidir. Doğruları doğru formada, belə deyək, kommunikasiya etmək. Kimin PR-a ehtiyacı yoxdur? Mən PR mənə lazım deyil, deyə bilər. Gizlənən adamlar bəlkə də olmaya bilər. Yəni ictimaiyyətlə heç bir işi keçmirsə, şirkətin, qurumun nüfuzlu şəxsdirsə onun ki, belə bir şey demək olar mümkün deyil. İctimaiyyətlə kommunikasiyadasansa, sən artıq PR-a ehtiyacın var. Bəli, PR mütəxəssisinə ehtiyacın var, PR siyasətinə, strategiyasına ehtiyacın var və mütləq sən PR-la məşğul olmasan belə, istər-istəməz öz imicinə, reputasiyana, hərəkətlərinlə və hərəkətsizliyinlə təsir etmiş olursun. Ona görə də ən yaxşısı elə bunu peşəkar formada qurmaqdır. Aydındır. Bu sahibkarlıq fəaliyyəti göstərən şəxslər PR-la nə edə bilər ümumiyyətlə? Şəxslərə fokuslansaq, buna deyə bilərik şəxsi reputasiya menecmenti, şəxsi brendinq. Onlar da bir fiziki şəxs olaraq öz reputasiyalarını, nüfuzları üzərində işləyə bilərlər ki, burada PR mütəxəssisləri, marketinq kommunikasiyaları mütəxəssisləri həmin şəxslərin şəxsi reputasiyasını qururlar. Düşünmürsünüz ki, kiçik sahibkarlara o qədər də lazım deyil bu, biraz daha orta və böyük sahibkarlıq fəaliyyətindən məşğul olan şəxslərə maraqlı ola bilər? Hamıya lazımdır. Yəni dediyim kimi ictimaiyyətlə iş quran hamıya lazımdır. Çünki hətta mən belə deyərdim də, şəxslərə kiçik biznes, böyük bizneslə məşğul olmaqdan asılı olmayaraq, şəxslər daha həssas və daha ehtiyatla və daha əvvəldən bununla məşğul olmalıdırlar. Niyə? Çünki şirkətdir, brenddir, PR-ı, marketinqi, gələcəkdə harasa bir qüsur olsa, bir böhran olsa, həll oluna bilməsə, reputasiyası düşsə, imici düşsə, ən pis halda o şirkəti bağlamaq olar. Aydındır. O brendi dayandırmaq olar, başqa alternativ brendlər, şirkətlər yaratmaq olar. Amma şəxsi reputasiyada sən bunu yenidən sıfırlayıb qura bilmirsən. Aydındır. Hər şey sənin indiyənə qədər, həmin vaxta qədər yaşadıqlarının, qurduğun kommunikasiyanın üzərində qurulur. Ona görə şəxsi reputasiya daha həssasdır və daha vacibdir. Hətta deyərdim ki, şəxsi reputasiya biznes sahiblərinin, sahibkarların şəxsi reputasiyası biznesə də daha çox təsir edir. Xüsusən bizim kimi ölkələrdə, Asiya ölkələrində, Şərq ölkələrində şəxsə görə də şirkətə qiymət verilir. İnkişaf etmiş ölkələr deyək də. İnkişaf etməkdə olan ölkələrdə, bəli. Əksər ölkələrdə bu var. Sadəcə biraz şərq ölkələrində, şərq mentaliteti olan ölkələrdə cəmiyyət və stakeholder dediyimiz o paydaşlar şirkət seçərkən, məhsul alarkən, şirkət barədə fikir yürüdərkən onun sahibinin xarakterinə, özəlliklərinə, davranışlarına görə də qiymət verirlər. Yaxşı adamdır, yaxşı oğlandır. Brendin personifikasiyası deyirik. Bəli, brend personifikasiyası insandan çox xarakterizə olunur bizdə. Ona görə də həmin şəxslər öz reputasiyalarında yaxşı qursalar, xüsusən şirkəti hansı sahə ilə məşğuldursa, o sahədə özlərini peşəkar kimi göstərə bilsələr, həmin biznesə inam da öz potensial müştəriləri, istehlakçıları auditoriyası tərəfindən daha yüksək olacaq. Məsələn, təhsil sektoru istiqaməti üzrə çoxlu tədris müəssisələri var. Bunlara nə tövsiyə edərsiniz ümumiyyətlə? Bunlar PR üzrə nə araşdırmalar mı eləsinlər, necə inkişaf eləsinlər, yəni bu periodda? Nə düşünürsünüz?
Burada mən iki sahəni birləşdirməyi mütləq hesab eləyirəm. Bir, təhsil ekspertləri olmalıdırlar. Bəli. Həqiqətən təhsil sahəsini çox yaxşı Öz bilməlidirlər. istiqamətləri üzrə. Bəli, tədris keçəcəkləri sahələri mütləq yüksək səviyyədə bilməlidirlər Bəli. ki, digər ora gələn o xidmətdən istifadə edən şəxslərə də düzgün yön verə bilsinlər və PR-dan da bu sahədə istifadə eləyirlər. Yəni PR-da özlərinin təhsil mütəxəssisi olduqlarını, bu sahəni nə qədər yaxşı bildiklərini PR vasitəsilə öz hədəf auditoriyalarına göstərə bilməlidirlər. Və daha maraqlı formatda ki, Daha insanlara maraqlı da formatda, daha faydalı formatda, yəni sahibkarın da təhsil üzrə olan sahibkarın da ictimaiyyətə ötürdüyü məlumatlar fayda olmalıdır, dəyər qatmalıdır. Hər şey yalnız pul verin sizə deyim mənasında yox. Bildiyim bilgiləri indidən də ona ödəniş etməyənlərə də ictimai formada ötürür. Bu həm ictimaiyyətə öz bilgisindən pay vermiş olur. Bəli. Həmçinin göstərir ki, mən bunu sizə ödənişsiz verdiyimdən əlavə ödənişli verdiyim bilgilər də var. Yəni daha dərin qatlar da öyrənmək istəyirsinizsə, xidmətimizdən istifadə edin. Xidmətimizdən yararlana bilərsiniz. Maraqlı suallardan biri xarici dil bilməyin PR-da üstünlüyü nədir? Nəyə lazımdır xarici dil bilmək? Azərbaycan bazarında PR ekspert. Xarici dil bilmək bizim mütəxəssislər üçün o bilgini, nəzəriyyəni öyrənməyə çox kömək eləyir. Çünki bu dildə, bu sahədəki ədəbiyyatların əksəriyyəti ingilis dilində, alman, fransız, ispan dillərində olacaq, daha çox da ingilis dilində. Süni intellektə vuraq, tərcümə eləsin, öyrənək də. Müasir dövrdə bundan da istifadə eləmək olar alternativ kimi, amma məlumat alarkən o dili nə qədər yaxşı bilsən, məlumatın qavranılması daha yüksək olur. Və bazar da yalnız yerli bazar deyil. Əgər peşəkarlaşsan, daha pullular xaricdən gəlir. Bəli, euro ilə, dollarla ödəniş almaq istəsən, o əməlli başlı fərq edir. Artıq xarici müştərilərlə birbaşa ünsiyyət qurmağın vacib olacaq. Onda isə dil biliyin daha vacibdir. Sənin birbaşa kommunikasiyana kömək etmiş olar. Aydındır. Bəs mən valideynəm. Qulaq asdım, motivasiya gəldi, PR araşdırdım. Uşağımı hara qoyum? Başlasın PR istiqaməti üzrə inkişaf eləməyə. Müəllimlənmi, ekspertlənmi, kurslanmı, ingilis dilini birinci öyrədim, qoy xaricdən özü öyrənmiş, bəlkə öyrənə bilməyəcək uşaq xaricdən. Əgər bunu bakalavr səviyyəsində öyrənmək istəyirsə və ingilis dilini mütləq inkişaf elətdirməlidir, xarici universitetləri araşdırmalıdır. Bu ingilis dilinə vaxt olmaya bilər, bəlkə Türkiyədə oxusa, bu sahə üzrə halkla ilişkilər oxusa, bəlkə orada lazım olmaya bilər. Digər hallarda ingilis dilini yaxşı bilməlidir və universitetləri araşdıraraq hansı universitetdə oxuyacaq və bakalavra fokuslanmalı, dili yaxşı bilmək. Hələlik ilk etapda bakalavr səviyyəsində kömək eləyər. Yox, əgər yerdə burada qalacaqsa, yaxın bir sahədə artıq oxuyursa, hansısa soft skillləri varsa, yumşaq bacarıqları varsa, belə deyək də. Yumşaq bacarıqlar deyərkən açıqlaya bilərsiniz? Məsələn deyim də, ünsiyyət bacarıqları, dil bilikləri yaxşıdırsa, sosiologiya, psixologiya, bunlardan təhsili ya biliyi varsa, bu kömək olacaq həmin şəxslərə. Və indi özünü fokuslandırmaq istəyir, istiqaməti biraz istiqamətlənmək istəyirsə əgər PR-a, onda ölkədə az da olsa, nadir hallarda rast gəlinən, çünki bu davamlı olmur Azərbaycanda PR kursları. İldə 1-2 dəfə elan eləyir bəzi mütəxəssislər, bəzi hətta siz özünüzlə tədris edirsiniz. Bəli, biz də Viva olaraq biz də öz təcrübəmizi bölüşürük. Təlim mərkəzi kimi yox, amma illərlə yığdığımız təcrübəni biz də gənc auditoriya bölüşürük ki, sektor inkişaf eləsin. Çünki bu sektor inkişaf elədikcə biz də ondan faydalanacağıq. Dediyim odur ki, əgər xaricə getməyəcəksə, ölkədə belə nadir kurslardan tapıb mütləq öyrənsinlər. Düşünürəm ki, yəni seminar, vebinarlar təşkil edərək ödənişli şəkildə, hətta bunu bir kommunikasiyada eləyə bilərik hər kəslə ki, gəlib iştirak edib daha çox dərin öyrənmək üçün buran bir neçə ay, bəlkə də il sərf eləməlidirlər ki, kursa getsinlər, öyrənsinlər. Bunun daxili kommunikasiyası var, xarici kommunikasiyası var, marketinq kommunikasiyaları var. Daxili məsələn şirkət daxili, bəli, qurum struktur daxili, şöbələr arası, müdir-işçi arası münasibətlər. Əvvəl daxilən belə bir bizim ifadə var da, əvvəl evin içi, sonra çölü. Bir PR-çı da mütləq əvvəl daxili kommunikasiyanı yüksək səviyyədə bilməlidir ki, daha sonra onu xarici auditoriya ilə kommunikasiya eləyə bilsin. Bu səbəbdən də mütləq kurslara getməlidir. Amma Azərbaycanda təəssüf ki, bəzi yaxın sahələri bilən şəxslər, məsələn jurnalistlər, bəzən olur sosioloqlar, psixoloqlar düşünür ki, bu bilikləri
onlara yetərlidir. Xüsusən mətbuat katibi işləmək istəyənlər, jurnalist işləmişəm, təcrübəm var, deməli mətbuat katibi işləyə bilərəm. Bu yanlışdır. Çünki orada o qədər alətlər, o qədər kanallar var ki, media bunlardan yalnız biridir, belə deyək də. Ən yaxşı halda 20%-dir. Kömək eləyir əlbəttə, jurnalistikanı bilmək yaxşıdır. Bəli. Amma yalnız jurnalistika bilikləri ilə PR-da işləsən, sən PR-ın yalnız maksimum halda 20-15%-ni bilmiş olacaqsan. Bilmiş olursan. Bu səbəbdən işin özünü, PR-ın özünü öyrənməyi tövsiyə eləyirəm. Yalnız media biliklərindən PR-a gələndə artıq görürsən ki, biliklərin yetərsizdir, amma sima var artıq. Yenidən bəziləri gedib o məşhurluqdan sonra sıfırdan başlamağı da özünə sığışdırmırlar və ona görə də həmişə yalnız media əlaqələri işini qura bilirlər, mətbuat xidməti işini apara bilirlər, PR-ın digər sahələrinə girişə bilmirlər. Aydındır, aydındır. Bu sualı buraya yazmamışam, ilk dəfə səsləndirəcəm. Bizim bu Akademor izləyicilərinə nə hədiyyə verə bilərsiniz məsələn? Bunu əvvəlcədən deyərdiniz, hədiyyə. Yox, mən yerində istədim sual verim ki, yerində isti-istidə qəşəng cavab alaq. Sizcə nə hədiyyə elə bilərik bizi izləyən şəxslərə? Ödənişsiz konsultasiya mı da ola bilər, ödənişsiz seminar, webinar da biz təşkil edə bilərik. Belə eləyə bilərik. Siz öz izləyiciləriniz, kursa gələn iştirakçılar, tələbələriniz arasında sorğu keçirərsiniz. PR-a marağı olan şəxslər üçün biz 1-2 saatlıq bir webinar təkcə bizim kursumuzu, onsuz da onu biz sizinlə danışıb razılaşdıracağıq. Bəs bizi izləyən şəxslər, məsələn 100.000 nəfər izləyir də bizə. Siz onlara nə söz verə bilərsiniz? Bu biraz çətin. Qorxulu sual qarşısında qoydunuz məni. Kaş bunu əvvəlcədən deyərdiniz, mən hazırlıqlı olardım. Aha. Düşünmək olsun. Nə təklif edirsiniz? Mən təklif edirəm ki, bir ödənişsiz webinar, seminar, o boyda təcrübə yığmısınız. Bir kömək eləyin, bir əhali də faydalansın o məlumatlardan. Webinar eləyə bilərik. Siz bir sorğu keçirin. İzləyicilər əgər maraq çox olsa, bir webinar eləyərik. Hər kəs eşitdi, müəllim də söz verdi. Artıq biz bu belə deyək, webinarı planlayırıq keçirməyi. İnşallah ki, icra eləyib qutara bilərik. Sizin bizə sualınız yoxdursa, yekunlaşdıraq. Çox sağ olun, gəldiniz, iştirak elədiniz. Mənim üçün də xoş oldu. Faydalı məlumatlara görə çox sağ olun. Uğurlar fəaliyyətinizdə. Sağ olun. Sağ olun.